salanda onu tutardınız da. Mən də saxlamalıyam şunu. Mən uşağam, mənə kömək eləmək istəmirsiniz? Yox, o kömək eləmir. Prosta bu süpürgə söhbəti mənə sizə tanış gəlir. İndi gəlin. Mənə kömək etdiyiniz üçün çox sağ olun. Gəlin sizə çay verim. Yox, lazım deyil. Gəlin. Yox, çox sağ olun. Gəlin də. Baxın, biz burada kostyumlar satırıq. Kostyumlar 189 manat. Buyurun süpürgənizi. Çox sağ olun. Yazma salardınız. Biz harda görüşdük? Astanovkada. Astanovka, dayanacaqda. Çay konfet nə içində? Yox, mən kökəlirəm. Mən bir ildən artıqdır konfetlə çay içmirəm. Bir ildən artıqdır konfetlə çay içmirsən. Çox sağ olun Sayidə. Bir də mənə kömək eləyin də. Də bu atardı zibiliyə. Nədir ki bu? Zibillər, mən uşağam deyə bayıra çıxmaq olmaz. Ha, yaxşı. Bir dənə də bunun dayanacağın yanına qoyardınız da. Ha, yaxşı. Əli, sənin bir gün keşfədə düşüb partladı bala. Nə video? Nə o? Bayırda bir oğlan gördüm. Əlində süpürgəsi də var idi. Gördüm ki, çox acdı. Onu mağazaya dəvət elədim. Ona bir stəkan çay verdim və soruşdum ki, harda yaşayırsan? O da dedi ki, Astanovkada. Astanovka, dayanacaqda. Və ona dedim ki, sən hələlik çayla konfet iç, sonra sənə yemək verəcəm. O da mənə dedi ki, Mən bir ildən artıqdır konfetlə çay içmirəm. vay. Mətbəxdə nə at-xod yeməklər var, hamısını yığdım, ona verdim. O çox sevindi. Süpürgəsini alıb getdi və mənim də ürəyim çox parçalandı. Yaxşılıq eləmək çox yaxşı bir şeydir.